Bakı-Quba Rusiya Federasiyası yolunun 90-cı kilometrliyində yol nəqliyyat hadisəsi baş verib. Yük avtomobili Quba istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və beton maneələrə çırpılaraq yolun əks istiqamətinə çıxıb. Yük avtomobili beton maneələrə çırpıldıqdan sonra yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn VAZ 21-015 markalı minik avtomobili ilə toqquşub. Bax, minik avtomobili də uzaqda o dəmir yolu xəttinin yanındadır. Yəni, həmin istiqamətə düşüb. Bax, gördüyünüz VAZ 21-015 markalı avtomobil budur, qəzaya uğrayan. Hadisə vaxtı avtomobildə olan sürücü xəsarət alıb. VAZ 21-015 markalı avtomobil sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Siyəzən rayon mərkəzi xəstəxanasına aparılıb.